Atam bir güneşti, mən də zərrəsi. Babam Mir Hüseyin, Seyid Nigari. Hər kiçik şey üstə atmaram kəsi. Peyğəmbər övladı Xızır bil məni. Uyma bil Məhəmməd şöhrətə, ada. Qoy razı qalsınlar görənlər səndən. Vaxt olar ki, səni salarlar yada. Danışar sözünü bilənlər səndən. Salam, xoş gördük sizləri. Mirsədə ağa, Mir Məhəmməd işığına toplaşanlar. Mir Məhəmmədi sevən və qəlbində ona məbəd quranlar. Mir Məhəmmədin dost dediyi, Mir Məhəmməd acısını, göynəkçisini qəlbində daşıyanlar. Mir Məhəmmədin övladları, doğmaları, əzizləri və hər birimizi salamlayırıq. Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi və Qubadlı rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Nurla yazılmış bir ömür adlı tədbirimizə xoş gəlmisiniz. Bəli, bildiyiniz kimi bugün əsl insanlıq keyfiyyətləri ilə xalqın böyük hörmətini qazanmış, ocağın şöhrətini, ata-babalarının adsanını daha da yüksəltmiş kəramətli Seyid, böyük övliya, gözəl ailə başçısı, mehriban ata, qeyrətli və vətənpərvər insan Mir Məhəmməd ağanın 80 illik yubiley tədbirinə toplaşmışıq. Allah'tan Mir Məhəmməd ağaya rəhmət, onu sevənlərə isə səbir edirik. Xanımlar və cənablar, gəlin tədbirimizə başlamazdan öncə Mir Məhəmməd ağanın əziz xatirəsini, eləcə də vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Əlbəttə, Mir Məhəmmədi tam vəsf etmək, ona olduğu kimi çatdırmaq bizlər üçün olduqca çətindir. Öncə o böyük şəxsiyyəti bütünlüklə duymaq, sevmək lazımdır. Mir Məhəmməd necə adam idi ki, onu tanıyan hər kəs ondan belə ürəklə danışır. Mir Məhəmməd dövrünün elə bir şəxsiyyəti olmuşdur ki, yaşadığı illərdə onun haqqında əsərlər yazılmalıydı. Həkim kimi ən savadlı, bacarıqlı, peşəkar həkim idi. Xeyriyyəçi kimi Qubadlıda nə özündən əvvəl, nə də sonra ona tay ola biləcək kimsə olmuyor. Həqiqətən o filosof idi, şair idi, ən başlıcası isə əsl insan idi. Hörmətli qonaqlar, gəlin bu məqamda Mir Məhəmməd ağanın həyatından bəhs edən video çarxa tamaşa edək. Diqqət monitora. Zaman keçir, illər ötür. Amma elə insanlar var ki, onlar unudulmur. Bugün yalnız bir insan ömrü haqqında deyil, kökü əsrlərə gedən bir ocaqdan, bir nəsil yolundan, xalqa xidmət ənənəsindən bəhs edirik. Mir Məhəmməd Ziyəddinov 1946-cı il fevralın 18-də Qubadlı rayonunun Mirlər kəndində Mirsədə ağa ocağında dünyaya gəldi. Onun uşaqlığı taleyin ağır sınaqları ilə başladı. Bacıları gözəl Ətfə və Məleykədən sonra dünyaya göz açan Mir Məhəmməd doğularkən anasını itirdi. Bu ilk süjeti hazırlayanlara, araya seyircilərə bir daha gurultulu alışlarınızı rica edirəm. Təşəkkür edeyim, əziz sevənlər. Çıxış üçün söz verilir Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Cənab Malik İsaqova.
Aziz Qubadlılar, hər birinizin bayramını təbrik edirəm. Bugün əsl bayramdır. Bir Məhəmmədin anadan olmasının biz 80 illiyini keçirdik. Onunla bərabər Mirsədi Ocağına, Mir Həmzə Seyid Ticari Ocağına ziyarət edirik, baş çəkirik və yada salırıq. Bugün həm də görürsünüz ki, doğrudan da bu ailə, bu ocaq nə qədər müqəddəsdir, nə qədər əzizdir, nə qədər xeyirxahdır. Bilirik ki, sabah Ramazan bayramı başlayır. Bugün Mir Məhəmmədin doğum günüdür. Bu elə belə təsadüfi deyil. Mən həmişə söhbət düşəndə, danışanda, Ulan dərdən Allah qanı qədir rəhmət eləsin, söhbət düşəndə mən həmişə deyirəm ki, Heydər Əliyevin həyatında təsadüfi heç nə yoxdur. Təsadüfən nəyisi olsun, bu yoxdur. Bu əvvəldən düşünülmüş, əvvəldən ilahi tərəfdən planlaşdırılmış, ilahi tərəfdən əvvəldən yaradılmış bir gündür. Bax, elə bugün Mir Məhəmməd ağanın bu doğum gününün düşməsi, sabah Ramazan ayının başlaması, müqəddəs İslam dünyasının ən müqəddəs bayramlarından biri. Bütün insanlar istəyirlər orada təmizliyə çıxsın, paşlığa çıxsın, öz həyatını əgər hər hansı bir çirkab varsa bundan təmizləsin, öz həyatını daha da yaşlaşdırsın, ən müqəddəs bayramlarımızdır. Bax, bu gündən təsadüf edir, ona görə mən bir daha qəni-qəni Mir Məhəmmədə, Mirsəd ağaya, Mir Həmzə Seyid Ticariyə rəhmət diləyir. Qoy Allah onların həmişə bax belə bundan sonra qalan günləri, yaşayışları onlar üçün, onlar sevənlər üçün eləməsin. Burada Mir Həmzə Seyid Ticari haqqında söhbət getdi və qeyd olundu ki, hələ 1800-cü ilin ortalarında indi biz onu bilmirik. 1820'de olur, 30'da olur. Mir Həmzə Seyid Ticari gənc yaşlarında azadlıq hərəkatına qoşulub, Şeyx Şamilin dəstəsində olub və onu çoxlu təqiblər olub, onu aradan götürmək istəyiblər, öldürmək istəyiblər və Mir Həmzə Seyid Ticari harada gəldi yox, hara inanırdı, hara etibarlıdır, orada olub həyatını devam edir. Həmin Mir Həmzə Seyid Ticariyə olan rəğbət, ona olan hörmət, ona olan inan mənim də nəslim tərəfindən burada qeyd olundu. Allah Səfər bəyə rəhmət eləsin, mənim babamdır və o Seyid Ticariyə haradadsa biri deyir 5 ay, biri deyir 6 ay, biri deyir 1 il Hərtiz dağının başında Mir Həmzə Seyid Ticariyə xidmət edib, o Çərəli kəndindən samovarı qaynadırmış, yeməyi pişirdirilmiş, haradadsa Çərəlidən çıxart və Hərtizin başına 4-5 kilometr var, aparılmış, orada ocaq qalamırmış ki, tüstü çıxar, Mir Həmzə Seyid Ticarinin yerini bilənlər. Və bu bir müddət keçəndən sonra olmuş bir neçə əhvalatı danışacağım. Bu həm yaddaş üçün lazımdır bizə, həm bilək, həm Mir Həmzə Seyid Ticari haqqında, Mirsəd ağa haqqında daha yaxşı məlumatımız olsun. Mən şəxsən 5-6 il buna qədər illər bundan qabaq bilmirdim ki, Şıxəfəndi Mir Həmzə Seyid Ticaridir. Biz onu Şıxəfəndi kimi tanıyırdıq, bilirdik ki, Şıxəfəndidir. Deyəndə ilk dəfə mənim yanımda Mir Həmzə Seyid Ticari dedim, o kimdir? Mən belə bir adam tanıyıram. Dedilər, nətər tanıyırsan? Şıxəfəndi. Dedim, biz onu Şıxəfəndi kimi tanıyırıq, Şıxəfəndi kimi bilirik. O, bir neçə ay Hərtiz dağında qalandan sonra mənim babam Səfər bəyə deyir ki, Səfər getməliyik. Mənim artıq yerimi bildilər. Deyir, yaxşı, sabah gələrəm. Deyir, məni Arazdan atlar, mən getməliyəm. Deyir, yaxşı, sabah gələrəm, səni Arazdan keçirərəm. Səhər tezdən gedir, bu indi 3-də gedir, 4-də gedir, bilməm.
gedir Mirəmizə Seyid Nicari'ni də götürüb bir adım edir. Hansı ki Səfər bəyin böyük atıqlısı vardı, onun imkanları vardı, imkanlı adamıdır, dövrünün imkanlı bəylərindəndir. Deyir, Səfər, niyə bir atından gəlmişsən? Deyir, belə yaxşı. Otururlar, atı minirlər, bu Seyid Nicariyə deyir ki, sən qabaqda otur, mən arxada oturacağım. Otururlar belə, Akarya yaxınlaşana qədər, Akarya yaxınlaşanda düşür Səfər bəy, deyir, indi sən keç artıya, mən qabaqda oturacağım. Bunu da deyir, yaxşı. Keçirlər, gəlirlər, düz arazinin qırağına, düşürlər indi, Mirəmizə Seyid Nicari arazı keçib, addamalıdır İran tərəfə. Deyir, Səfər, səndən bir şey soruşacaq, amma mənə düzün edin. Deyim daha. Deyir, nəyə görə Akarya'ya qədər sən arxada otdur, Akara'dan sonra qabaqda otdur. Deyir, ona görə arxada otdum ki, bizi vırsaydılar, arxadan bakacaqdılar. Mən dedim, qoy mənə dəysin. Akara'dan sonra deyir, bizi vırsaydılar, qabaqdan bakacaqdılar. Ona görə qabağa keçdim ki, qoy atılsa, vurulsa, nə vurulsun. Nəysə, bunlar halallaşırlar orada, görüşürlər. Orada Səfər bəyə bir cam bağışlamışdı, bir təsbih, bir də qurqa. O camdan mən də su içmişəm. Bizim kətdə kim xəstələnirdi, içində aparıb o sudan, o camda yemək yedirdilər, su içirdilər ki, bu kömək olsun. Və adlayır İran tərəfə, İranın şahına deyirlər ki, və belə bir adam gəlib, deyir, mən Şıxabəndiyəm, biliciyəm, deyir, gətirin onu yoxlayaq. Çağırırlar Mirəmizə Seyid Nicari'ni, deyirlər, sən nə ilə subut edərsən ki, sən işıqsın. Deyir, onu siz yoxlayaq. Baxın, necə? Deyirlər, yaxşı, gedib bir balalı inək gətirir, qarnı balalı inək gətirirlər, hansı ki 15 gündən sonra da olacaq. Deyir, də görək bu inəyin qarnındakı balası nədir? Mirəmizə deyir, əvvəlcə qoy sizin şeyxiniz desin, sonra mən nədir? Bunların şeyxini çağırırlar, deyir, qarnındakı dişi baladır. Deyirlər, indi sən dişi baladır, alnında qaşqadır. Deyirlər, indi sən, deyir, o düz dedi, qarnındakı dişi baladır, amma alnı qaşqa deyir. Onun quyruğunun üzü sağaldı, ağdır. Qatlanıb alınırlar, yanıb elə bilirlər ki, qaşqadır. Bir 15 gündən sonra inək doğur, görürlər, Mirəmizə Seyid Nicari deyəndi. Şah deyir ki, bir hissəni ayırır ki, buranı verirəm sənə, sən burada rəhbər deyirəm. O, orada bilmirəm, 1 il qalır, 5 ay qalır, gedir Türkiyəyə. Türkiyədə getməyinin səbəbi, orada İsmail Əfəndi olur, İsmail Əfəndidir. O da böyük ziyarətgahdır və Mirəmizə Seyid Nicari Azərbaycanda olanda onun müridi olub. Həmin o İsmail'in müridi olub, elə o İsmail'ə görə də gedib ona. Bu, orada gedir evlənir, ailəsi olur. Orası mən dəqiq bilmirəm. Əmsi Həsən onun, Mirəmizə Seyid Nicari'nin əmsi Həsən Amasya'da olur. O Seyid Nicari'dən qabaq gedib ora, sonra gedir. Onu yaqin ki, Mürsədağa nəslindən olanlar daha yaxşı bilirlər, daha dəqiq bilirlər. Və olmuş, eşitdiyim, necə bizə söhbət edirlər, danışırlar. Bir həmdə Seyid Nicari burada olanda, Nicar, o hansı ki, ləqəb götürüb Nicari, bunu mən eşitdiyim kimi deyirəm, ola bilsin, hardadırsa, bəlkə də elədi, amma mən belə eşitmişəm, o heç olmasa hamımızın məlumatımız olsun, hamımız bilək ki, bu Nicari hardan, Nicar kimdir, hardan gəlir bu Mirəmizə Seyid Nicari'yə? Mirəmizə Seyid Nicari'yə buta verir ki, Nicari ilə bunlar sevgili. Bu buta Nicara da verilir, Mirəmizəyə də. Bunlar bir-birini heç vaxt görmürlər, ancaq yuxuda, ancaq belə danışıqda.
Bir gün Mirəmzə Seyid Nicari Şəkildə dostu olur. Dostunun evinə gedəndə baxır ki, qabağına bir xanım çıxdı, əlində nə deyirdik bizə o teş deyirdik, yoxsa bizi ləyən deyirdik. Bu belə baxır, deyir Nicar. Nicar baxır buna Həmzə, hər ikisinin ürəyi gedir. Müəyyən vaxtdan sonra bunlar ayrılırlar, araşdırırlar ki, doğrudan da bunlara elə tuta verilir, bunlar bir-birini sevir. Amma bu həmin Mirəmzə Seyid Nicarinin dostunun həyat yoldaşıdır. Dostu Nicar deyirlər. Dostu deyir ki, mən Nicardan bugünlə ayrılıram, Allah'ın qayda qanunu siz evlənin, mən buna razıyam. İndi kişiliyə bax da, gör kişilik. Mirəmzə Seyid Nicari deyir, ömründə belə şey ola bilməz. O sənin həyat yoldaşındır, elə sənin həyat yoldaşın kimi qalacaqlar. Sonra hansı ki Mirəmzə Seyid Nicari Azərbaycanı tərk edib, gedir, Amasyada evlənir, bir oğlu olur. Mirəmzə Seyid Nicari'nin cəmi bir övladı olur. Oğlu olub, onun adı Siracəddin olub, Siracəddin adında oğlu. Bir akşam gələndə evə həyat yoldaşı deyir ki, Həmzə, Nicar öldü. Həmin o, buna verilən burada Nicar xanımın ölüm xəbərini verir buna. Mirəmzə Nicari'yə baxır, deyir, sənin ziyarın yansın. Bu dar vaxtı, bu xəbəri sən mənə niyə verdin? Üstündən bir ay keçir, 5 ay keçir, Siracəddin ağır xəstəliyə düçar olur. Oğlu ağır xəstəliyə düçar olur. Deyirlər, yalvarırlar buna ki, dua etmək, yalvar Allaha qoy, Siracəddin sağalsın. Deyir, mən onu ömrümdə eləmərəm. Deyir, yoldaşı deyir, niyə? Deyir, çünki sən ham bilir, qadının ziyar parası onun övladıdır. Mən sənə bir dəfə qarqış elədim, dedim, sənin ziyarın yansın. Mən Allaha narahat elədim. Mən ikinci dəfə heç vaxt Allaha narahat eləyim, dua edə bilmərəm ki, o sağalsın. Və belə Siracəddin rəhmətə gedir, əmsi Həsənin yanında, Amasyada əmsi Həsənin yanında dəfn edirlər. Özü rəhmətə gedəndə, Amasyadan çox aralıda olur. O vaxt maşın yoxudur, bilirsiniz, gedib gəlmək araba iləndir, bir 15 günlük yoldur. Deyirlər ki, səni ora aparıb biz çıxarda bilməyəcəyik. Özdə yay vaxtı olur, istivaqlar. O vaxt ora gedənə qədər meyid deyirlər. Biz səni ora aparıb çıxarda bilmərik, elə burada dəfn eləyək. Onda hələ biraz da onlara acıqlanır. Deyir, mən 85 il Allahın yolunda külük salmışam. Siz məni aparın. Baxdınız ki, harada eylənmişəm, orada basın. Belə də olur, götürürlər bunu, Amasya'ya gətirirlər, inanırsınız, 15 gün yol gəlmiş meyid, açırlar ki, tərtəmiz gül kimi, elə bir ki, elə indi rəhmətə gedir. Elə dəfn olunmuş, mən olmuşam onların dəfn olunduğu yerlərdə bir neçə dəfə. Elə dəfn olunmuşmuş ki, əmsi Həsəndir, əmsindən sonra Siracəddindir, sonra yer azdır. Əmsi ilə Siracəddinin arasında məsafə biraz böyüdü. Ondan sonra 3-cü qəbri qazmaq biraz çətindir. Otururlar, elə fikirləşirlər, deyirlər, nə eləyək, nə tər eləyək. Nəysə deyirlər, qoy səhər açılsın, baxar. İnanırsınız, bunu mənə Həsənin övladları nəticələri söhbət edir. Deyir, sabah gəlirlər, baxırlar ki, Həsənlə Siracəddin qəbri yaxınlaşıb, 3-cü qəbrində dəfn olunması üçün yaxşı imkan yer yaratır. Və Mirəmzə Seyid Nicari'ni orada dəfn edir. Mirəmzə Seyid Nicari'nin böyük əsərləri var, şeirləri var, qəzəlləri var. Onun hardadırsa 5000-dən yuxarı 2 cilddə, 400-500 səhifəlik 2 cilddə əsərləri var, şeirləri çox dəyərli
həm əxlaqi cəhətdən, həm mənəviyyat cəhətdən, həm tərbiyəvi cəhətdən, həm ibadət cəhətdən çox əhmiyyət kəsb edən şeirlərdir. Bu, Mirəmzə Seyid Nicari rəhbətə gedəndə hələ Mirsəd Ağa Amanbeylə görüşdür. Sonra Mirsəd Ağa dünyaya gəlir, bu elə dədə-babalardan da eşitdiyimizdir, bildiyimizdir, deyirlər, yaxşı oğul dayısına oxşar. Elə Mirsəd Ağa nəinki dayısına oxşuyur, hələ biraz da deyərdim ki, ondan qabağa keçmişdim, Mirsəd Ağanı tanımayan, Mirsəd Ağanı bilməyən, bu vaxtda elə bir ikinci bir şəxs yoxdur. Mirsəd Ağanda mənəvi qida almayan belə bir insan yoxdur. Biz hər birimiz, hamımız o ocaqdan mənəvi qida almışıq, o ocaqdan qidalanmışıq. Bu ocaq tək seyidliyin yoxdur. Seyidlik deyil, həkimlik deyil, mühəndislik deyil, nə bilim, xeyirxahlıq deyil. Bir Məhəmməd gedib yol salırdı, körpü salırdı. Bazı ki, mühəndis işidir, mühəndis bu işi görməlidir. Və o nöqteyi nəzərdən də bir Məhəmməd həkim oldu ki, elə onun şəfalı əlləri kimə dəyəcəksə, kimə toxunacaqsa, o bir xeyir tapacaq, o bir şəfa tapacaq. Mirsəd Ağanın böyük görücülük qabiliyyəti vardı. Mən burada iki olmuş əhvalatı danışacağım. Hansı ki, bizim ailə ilə bağlıdır. Bizim ailə ilə Mirsəd Ağa ailəsi, Mirəmzə Seyid Nicar ailəsi yaxın olub Səfər bəydən artıq bunu hamı bilir. Yəni, Mir Məhəmməd anadan olan günü Mir Məhəmməd tək olmuyor. Mir Məhəmmədin bir bayisi da olub, həmin gün rəhmətə gedib anası da. Elə həmin gün Mir Məhəmmədi veriblər Sərəli kəndində burada səsləndirildi, deyildi. Züleyxa arvadda, Züleyxa arvadda çox Mir Məhəmmədin dayısının yoldaşıdır. Həmin vaxtı onun, bilmirəm, onlardan bu gün burada var, yoxdur. Zərbab adında qızı dünyaya gəlmiş imiş, həmin Züleyxa xanım. Yəni artıq bu süd verilmiş. Züleyxa arvad Zərbabı uzaqlaşdırıb, deyib, mən südümü ancaq bir Məhəmmədə verəcəm, Zərbaba inək, camış südü, nə bilim, sat. Bax, belə neçə il ona qulluq eləyib. Bir xoşbəxtçilik də oradadır ki, bu hamımızın sevincidir, hamımızın sevdiyimizdir. Mir Məhəmməddir. Mir Məhəmmədə 1-ci sinifdən 4-cü sinifəcən Məhəmməd dərs deyir. Onun şagirdi olub, Çənəli böyük kəndi, tabi 120-dən çox etibarıdır. Mir Məhəmməd hansı dəqiqə, hansı saat Çənəliyə gəlirdisə, o 120 ildən aşağısı 70-80-adı Şahsvar kişinin qapısında Mir Məhəmmədlə görüşməyə gəlməliydilər. Mir Məhəmmədlə görüşməliydilər. Mir Məhəmməd qapıya çatıb, Züleyxa xanımla görüşəndən sonra həmişə birbaşa bizim evə gəldi. Mən gedim, müəllimlə görüşüm sonra. Bax, Mir Məhəmməd tərbiyəsi, Mir Məhəmməd etikası buydu. O, anası ilə bayısını dəxil edəndə qəbristanlıqda birbaşa ağa deyir, namaz qılır, atam mənə özü söhbət edir. Deyir, mənə dedilər ki, səni Mirsəd Ağa çağırır. Getdim. Deyir, mənə dedi ki, ged anana da götür, gedəbə. Deyir, dedim, Allah ne olub qoy, meyli dəxil ediyə, sonra deyir, dedi, əsər dedim, ged anana da götür, gedəbə. Deyir, mən gəldim, anamı da götürdüm, gəldim. Kəndə çatdım, yarım saatdan sonra atam öldü. İndi bax, bu indiyə mən işləmişəm, mən görməmişəm. İstəyir hansı akademik olsun, istəyir hansı kim olsun, nə olsun, qabaqsadan sənə desin ki, gedəbə yarım saatdan, bir saatdan sonra səni faziyyət gözləyir. Almışlar alan belə xəbərdarlıqları çox olub, belə görməkləri çox olub, hamımız şənd adamıyıq.
heyvanımız itirdi, nə bilim malımız itirdi, qaçırdıq Mirsad ağanın üstünə ki, hardadır, nə bilim nə. Deyirdi, birinə deyirdi filan yerdədir, birinə deyirdi filan yerdə balalayıb, ged oradadır, birinə deyirdi, qorma, sabah gələcək. Yəni, Mirsad ağada bu qabiliyyət var. Mir Məhəmməddə bu qabiliyyət var idi. Bunlar tək, yəni, elə-belə yaşamaqla Mirsad ağanı nəyə görə təqib edirdilər? Nəyə görə Mirsad ağanı həbs edirdilər? Ki, sən güya Mirsad ağa Dundarlıda, Dəmirçilərdə, Mirlərdə cəmaatı yığıb Sovet hökumətinin əleyhinə təbliğat aparır. Bir adam deyə bilməz ki, ömründə Mirsad ağa bir dəfə bir yerdə olsun, nəysə hökumət əleyhinə, dövlət əleyhinə nəysə edilsin. Adil o vaxtlar kolxozçulara gün verir, əmək verirdilər. O yaxın kəndləri, bunları Dəmirçilər, Çərəli, Saray, Şanlı, bu kəndin adamları Mirsad ağaya düşən gəlib sahəni əkini lazımdırsa əkirdilər, biçmək lazımdırsa biçirdilər, sulamaq lazımdırsa sulamırlar. Bəli, qoymurdular Mirsad ağaya gedib nəysə eləsin. Amma Mirsad ağa dövlət əleyhinə nəysə desin, dövlət əleyhinə nəysə danışdı. Bunlar mümkün deyil. 2 dəfə ya 3 dəfə o Mirsad ağa həbs oldu, baxırısı 58-ci ildə həbs olmuşdu. 61-ci ildə bilirik ki, Mirsad ağa dünyasını dəyişmişdi, rəhmətə getmişdi və Mirsad ağa rəhmətə gedəndən sonra mən deyərdim Mir Məhəmməd tamam başqa cür. Elə bil ki, o nə yaşı vardı, 14-15 yaşı vardı Mirsad ağa rəhmətə gedəndə, amma ona elə bil ki, 150 yaşında bir ağsaqqalıdır, bir təcrübəli bir insandır. Öz məsləhətləri ilə, öz təcrübəsi ilə bir Məhəmməd gedən yerdə, bunu rayonda olanlar çox gözəl bilirlər. İstəyir hüquq mühafizə orqanları olsun, istəyir belə olsun, orada mütləq sülh olmalıydı, orada barışıq olmalıydı. Orada insanlar bir-biri ilə yaxşı rəftar eləməliydi. Və cavanlar da Mir Məhəmmədi necə sevirdilər? Nəinki cavanlar, nəinki yaşlılar. Qubadlının elə bir kəndi yoxdur. Qubadlının elə bir yaşayışçısı yoxdur ki, o ocaqdan narazı qalsın. O ocağa itaət eləməsin, o ocağa sevməsin. Yəqin ki, dedim ki, faktı deyəcəm, birini dedim. İkinci fakt mənim öz gözlərim qarşısında olub. Mən bunu görmüşəm. Birinci, hələ ondan deyim ki, 65-ci ildə, səhvələmirəmsə 65-ci ildə Mir Məhəmmədin toyu, özdə haradadırsa aprel-may aylarıydı. İsti vaxtlıydı. Bizim kəndin cəmaatının hamısı getmişdi. Kənddə bir adam qalmamışdı ki, uşaqdan böyüyə, hamuraya getməsin. Həmin toy düz bir həftə toy oldu. Mir Məhəmmədin toyu bir həftə olub, kəndləri ya 2 kişi çağırırdılar, ya 3-3 baxırdı balaca kəndləri, Qubadlının bütün kəndləri dəvət olmuşdu. Amma bizim kəndi sərəliləri bir gün tək çağırmışdılar. Bir gün tək çağırmışdılar. O da o yenə deyirəm, ondan gəldi ki, cəmaat hamısı sevincinin həddi hüdudu yoxdur. Hamısı iştirak eləmək istəyirdi. Təsəvvür edin, onda toyda, mən birinci də uşağımda, 12 yaşım vardı. Mən onda birinci dəfə görürdüm kosa bəzəmək. Qorçev Yusuf vardı. Birəqədi Kirovsk, Pasyolkanın Uçaskovusu, özdə milis kapitanıydı. Kosa bəzəmişdilər Yusufu. Yusuf razılıq vermişdi, polis işçisi, polis kapitanı, o böyüklükdə Kirovsk, Pasyolkanın Uçaskovusu bunu kosa bəzəsinlər, Mir Məhəmmədin toyunda bu kosalıq eləsin. Onu deyilədi. Yox, o Mirsad ocağına Akayıdır. Akayıdır ki, bu Mirsad ocağıdır, burada mənə heç kimi işini eləyəbilməz. Və onu necə çox istəyir, ona necə itaət eləyirdi, bunu çox yaxşı bilirlər. Mirsad ağa uzun müddət Kirov Pasyolkası ilə qalıb orada fiziki əməklə güya məşğul olurdu, belə bir şəraitdə yaradılmışdı ki, ona
orada o karokkalar düzeldirdi öz evinde. Onun hepsinin biri böyle olmuştu. Öz evinde karokkalar düzeldip satışa verirdiler ki yani Mirsad Ağa'nın günahlandırmasınlar ki bizim kənddə məzəyim vardı, bunu yaxşı tanıyır. O Nəsibi ilə onların toyuydu 69-cu ildə. Ben şadı səhv edirəm. Məzəyim Üzeyimi mən həmişə qarışdırıram. Bunun toyuydu. Bunlar da kənddən çoxdan çıxıb getmişdilər. Kənddə evləri zadı yoxdur. Elə toy belə qərara gəlindi ki, Ədir kişinin qapısında çalışsın. Mönsum buradadır. Bax, Mönsum'un başçısının toyuydu. Belə qərara gəlindi ki, elə toy Ədir kişinin qapısında çalışsın 2 gün. Bizdə kəndli toylar 2-3 gün olurdu da. Heylədi, o vaxtda Ağsaqqallığı da Mir Məhəmməd eləyirdi. Onlar dostdular, Mir Məhəmməd Ağsaqqallığı eləyirdi. Biz de getmişik, ailəlik, hamımız getmişik toya, akşamdı. Bir Məhəmməd durdu, burada bir hava saldırdı. O vaxtlar modlu olan havalardı, cavanlar hamısı bunu oynuyorduk. Tormuz Hüseyni deyirdiler və yaxud kəsmə hava. Gəldi mənim atamı çağırdı. Havanı saldırdı, dedi, mən öz ilk müəllimimlə oynayacağım. Neyse oynadılar, o havanı biraz bilirsiniz de görmüşsünüz. Zaman havasıdır da. Akşam geldiği ve anam atamla sporlaştı. O vaxt mənim atamın da 43 yaşı vardı. Kimdəsə Ağsaqqal adamsan, müəllimsən, Tormuz Hüseyin oynayırsan. Biraz atam da tanıyanlar, mənim atamı tanıyanlar bilir ki, o çok ciddi adamdır. Yani, dedi, ay zalimimizi, o havanın bir Məhəmməd saldırır. Tormuz Hüseyin olmasıydı. Ne bileyim, ne olsaydı gene oynayacaktı. Bir Məhəmməd saldırdığı havanı oynamayacaqdı. Görün, bir Məhəmmədə olan bu təşkil, mənim atam deyildi ki, hamı beliydi. Bütün yanaşma beliydi. Bir Məhəmmədin özü hansı toylara gedirdi, o toylar çok şirinlikli, çok güzel, çok yaraşıklı. Yani Mir Məhəmməd genç yaşından böyük Ağsaqqal olmuşdu. O deyirəm 35-36 yaşında rəhmətə gedəndə hamı elə bilərdi ki, Mir Məhəmmədin 60-70 yaşı var. O Ağsaqqallığına görə, o özünü aparmağına görə. Və bugün bu adət əllərinə davam edir. Mən şəxsən özümü çox xoşbəxt hiss edirəm ki, mən bu tədbirdə iştirak edirəm. Bir Məhəmmədin 80 illiyi. Özümü xoşbəxt sayıram. O cümlədən hər birimiz özümüzü xoşbəxt sayırıq ki, bir Məhəmmədin bu tədbirində iştirak edir. O ki, qaldı bizim Qubadlı həkimlərinə, bizim Qubadlı həkimlərinin hər birini dahi adlandırmaq olar. Hər birini müqəddəsiz tanımlandırmaq olar. Bir anlığa təsəvvür edir. Qubadlıda nə vardır? O bayaq göstərdiyi bir çəkicidir, bir bıçaqdır, bir qayçıydı. Güclü laboratoriyası yox, güclü cihazları yox. Yəni, amma buna baxmayaraq, gəlin görək Qubadlıda bir ildə xəstəxanada ölənlərin sayı nə idi? Bizim həkimlər o bilikləri ilə, o bacarıqları ilə qoymurdular bizim insanlarımız əziyyət çəksinlər, bizim insanlarımız ölsünlər. Bugün Qubadlıda elə bir ev var ki, Klaranın tutmadığı bu evdən bir uşaq olmasın. Bu il, bu günlərdə, bu illərdə Qulu həkimin, Allah qəni-qəni rəhmət eləsin. Bir qayçısı vardı, bir bıçaq var. Amma görün Qulunun əlində bir adam ölmüşdür. Ya Tofiq həkim olsun, ya Hüseyin Qulu həkim olsun, ya Bayram həkim olsun, ya Həmid həkim olsun, ya İsmail həkim olsun, ya Rəhmən olsun. Bağışlayın, ola bilər, mən kimin sadə yaddan çıxara bilərəm, çəkə bilmərəm, amma hamısı mənim üçün əzizdir. Bu həkimlərin hamısı mənim üçün əzizdir. Onlar hamısı mənim üçün
diqqətə layiqdir. Bugün onların hər birini yardımcı övladları burada iştirak edir, qohumları burada iştirak edir. Biz onları həmişə xoş xatirələrlə yad edirik və mənim deməyimin bugün əsas məqsədlərindən biri də odur ki, bizim yazarlarımız var, çoxlu burada yazarlarımız oturub, bunları qeyd eləsinlər, yazsınlar, qoy bunlar yaddan çıxmasın. Tək bizim həkimlərimiz deyil, bizim müəllimlərimiz sevgiydi, bizim kolxozçularımız sevgiydi, bizim ahırsəklərimiz sevgiydi, ağsaqqallarımız sevgiydi. Biz deyirik ki, bu vaxtını unutmayaq. Unutmamaq üçün oturup sözdə demək ki, biz bu vaxtını unutmayaq. Bu düzgün deyil. Bu vaxtını unutmamaq üçün, bu vaxtını yaşatmaq üçün, onu yada salmaq lazımdır. Onu əbədiləşdirmək lazımdır. Bilmirəm, kitab şəklində, bilmirəm, lenta şəklində, nə tər olsun, hər birimiz bir ağsaqqallarımızı belə əbədiləşdirsək, bu bizim üçün həm böyük tərbiyəvi əhliyyəti var, həm böyük kiçiyimizi bilirik. Biz həmişə deyirik ki, bugün Azərbaycanda yeganə rayon, Qubadlı rayonudur ki, nə qocalar evində, nə yetim xanalarda bilən, nə Qubadlı ağsaqqalı abisəyi var, nə Qubadlı uşaq. Bunun hamısı bizim böyüklərimizə gələn olan hörmətlərlə gəlir. Böyüklərimizə olan sayılıdan irəli gəlir ki, heç bir Qubadlı övladı öz valideynlərini atıb qoymaz. Mən o verilişlərdən də hərdən bir baxıram, bu axtarışda olanlardan inanırsınız, mən hələ bir dəfə birinə rast gəlməmişəm ki, bir Qubadlı ya valideyni, ya övladı atasını axtarsın, ya valideyni övladını axtarsın. Bunlar hamısı gene deyirəm, o bizim adət ənələrimizdən irəli. İndi Allah şükürlər olsun ki, Allah sənə sağlık versin. İşğaldan azad olub torpaqlarımız. Bu il iki kəndimizin qayıdış olacaq, silahına maruz düşəndə qayıdacaq. Bir neçə kəndimizin tikintisi başlayacaq və yaxud da göstərdilər. Ya rayon mərkəzində, rayon xəstəxanasında bu cümlədən biz həkimlərimizi də yad etməliyik, həkimlərimizi də yada salmalıyıq, hər birimiz. Mən sizin hər birinizə can sağlığı, uzun ömür arz edirəm ki, bir Sədaq olacağını, bir Məhəmməd olacağını, bir Həmzə Seyid Mücərib olacağını heç vaxt heç birimiz unutmayaq. Bu, hər birimizin bu ocaqdan mənəvi qida almışıq. Babalarımız, atalarımız, biz özümüz də o qidaları bizim övladlarımız da alacaq, bizim bundan sonra. Qoy Allah gəllər yerlikdir, yazıldıqca bu ocaq dursun, bu ocaq yaşasın, bu övladları həmişə çalışıb özlərini bu ocağa layiq varsın, bu ocağa layiq olsun. Mən bunu arz edirəm. Hər bir özürləşlər təbrik edirəm, bayramımız mübarək, hər birimizin bayramıdır, bayramımız mübarək, Mir Məhəmmədin doğum günü və hamımızın bayramı. İcazə verin, mən bugünkü fürsətdən istifadə edeyim. Cənab Prezidentə öz Qubadlılarımızın, Qubadlılar adından dərin minnətdarlığımızı bildirərək, ona çox sağ olun deyək ki, bu günlərdə bizim gənc generallarımızdan birinə orden verir. Yəqin ki, Natiq hamımız tanıyırsınız, Natiq Qarayevi, Sait Qarayevin oğlu və Sait Qarayev Sait Qarayev Mirsəli ocağına daimən təhət edir. Sumqayıtdan bilin ki, nə vaxt lazım olur, istəyir avtobus olsun, istəyir başqa maşınlar olsun. Və bir ayda bir neçə dəfə o ocağı həmişə ziyarət edir. Elə bunun nəticəsidir, elə bu ocağın yaratdığı şəraitlər ki, onun da bəhrəsi görür. Hamımızın bayramımız var.